Ümumiyyətlə, bütün Azərbaycan ərazisində, Qərbi Azərbaycan ərazisində olduğu kimi, yəni Balaməzrə kəndində də ilk təhsil ocaqları mədrəsə tipli məktəblər olublar. Və bu haqda, belə deyək də, tarixi mənbələrdə məlumat olmasa da, yalnız İrəvan xanlığının Çar Rusiyası tərəfindən işğalından sonra imperiyanın müxtəlif idarələrinin tərtib elədiyi sənədlərdə, yəni bu barədə məlumatlara rast gəlinir. İlk belə məlumat, mənim qarşıma çıxan ilk belə məlumat 1873-cü ildə İrəvan Yelizavetpol quberniyaları Xalq Məktəbləri Direksiyasının tərtib elədiyi xəritədir. Həmin xəritədə ümumiyyətlə İrəvan və Yelizavetpol quberniyaları ərazisində mövcud olan mədrəsə tipli məktəblərin, hansı kəndlərdə mədrəsə tipli məktəblər və yeni tipli, yəni 2 siniflik yeni tipli məktəblərin olduğu haqqında məlumat verilir. Və belə məktəblərin içərisində də Basarkeçər ümumiyyətlə ərazisində hardasa təxminən 10 kənddə belə məktəblər olubdur, mədrəsə tipli məktəblər. Onlardan biri də Balaməzrə kəndində olubdur. Yalnız İrəvan quberniyası ərazisində yeni tipli məktəblər açılmağa başlayanda ilk dəfə, belə deyək, Zod kəndində bu tipli məktəb açılıbdır 1884-cü ildə. Bundan sonra İrəvandakı o xalq müəllimləri, belə bir, onların bir cəmiyyəti, təşkilatı var idi. Onlar 1905-ci ildə Çar Rusiyasının o təhsil, belə deyək də, nazirliyinə müraciət edirlər və bölgələrdə də yeni tipli məktəblərin açılmasının vacib olduğunu qeyd edirlər. Və bundan sonra deməli, Qafqaz vilayətinin yaddaş kitabçasında 1906-cı ildə çap olunmuş buraxılışında Basarkeçər ərazisində 2 məktəbin açılması haqqında informasiya var. Basarkeçərdə və Böyükməzrə kəndində 2 sinifli məktəblər açılıbdır və bu məktəblər həmin kəndlərdə açılsa da, yəni orada kəndlərin siyahısı da göstərilir ki, bu məktəblər hansı kəndlərin şagirdlərinin təhsil alması üçün nəzərdə tutulub. Yəni həm Basarkeçər məktəbi, həm Böyükməzrə məktəbi, həm də Balaməzrə kəndindən olan uşaqların təhsil alması üçün nəzərdə tutulmuşdur. Ancaq bununla bərabər yenə də məktəb problemi qalırdı. Və düzdür, əhali yenə də uşaqlarını, belə deyək, həmin o əvvəlki mədrəsə tipli məktəblər olmasa da, kənddəki savadlı adamların, ancaq əsasında dini təhsil görmüş adamların evlərində təhsil almağa göndərirdilər. Yəni belə, indi yaşlı nəslin söylədiyinə görə Molla Əli, Məşədi Süleyman, bunlar belə deyək də uşaqlara ərəb qrafikalı əlifbanın öyrədilməsindən məşğul olurlar. 1927-ci ildə kəndin o mütərəqqi ziyalılarından biri İsfəndiyar Sadıxovun təşəbbüsü ilə 1927-ci ildə nəhayət ki, Balaməzrədə ilk məktəbin açılmasına nail olunur. Deməli, 1927-ci ildə Balaməzrədə ilk 7 illik təhsil verən məktəb açılır. Və məktəb də, belə məktəb haqqında elə həmin dövrdə Zəngi qəzetində gedən bir xəbərdə informasiya verilir. 1927-ci ilin oktyabr ayında çıxan 72-ci nömrəsində məlumat verilir ki, kənddə, məktəbdə 100-ə qədər şagird təhsil alır. Orada saylarını göstərir. Bunlardan 60-ı pioner, 15-i komsomolçudur.
və bundan sonra məktəb üçün yer məsələsi problemi var idi. Və ilk dəfə məktəbdə, kənddə bina tikilir, yəni o bina da çox şəraitsiz idi. Yəni həm kolxoz idarəsi, kəndin klubu və məktəb, 2 otaqda da məktəb yerləşdirilir. Ancaq belə deyək də, günü-gündən şagirdlərin sayı artırdı. Çünki hələ 20-ci illərin, 30-cu illərin əvvəlinə qədər belə deyək də, kəndi tərk eləmiş, 20-ci illərdə kəndi, 18-20-ci illərdə kəndi tərk eləmiş əhali geri qayıdırdı. Həm də ki, əhalinin təbii artımı təbii ki, və şagirdlərin sayı artırdı. Elə buna görə də kənddə ayrıca məktəb tikilməsi qərar alınır. 1935-ci ildə kənddə bir mərtəbəli, yəni böyük məktəb tikildi. Bu məktəbin də direktoru, yəni elə Balaməzrə kəndinin öz yetirməsi, yəni ilk belə deyək də, ali pedaqoji təhsil almış Məmməd Hacıyev məktəbə direktor təyin olunur. Çünki həmin məktəbi idarə edən, yəni İsfəndiyar Sadıxov, belə deyək, savadlı, bilikli, yəni dünya görüşü olan insan olsa da onun belə deyək də, ali pedaqoji təhsili yox idi. Ona görə də onu tədris hissə müdürü təyin edirlər. Məmməd Hacıyev direktor kimi fəaliyyətə başlayır. Və bundan sonra bu 41-ci ilə qədər məktəbə rəhbərlik eləyir. 41-ci ildə müharibənin, 2-ci Dünya müharibəsinin başlanmasıyla bağlı müəllimlərin əksəriyyəti səfərbərliyə alınır. Onlar belə deyək də, əksər müəllimlər cəbhəyə gedirlər və kəndə, qonşu kənddən Papır müəllim, yəni soyadını dəqiqləşdirə bilmədim, o direktor təyin olunur. Və bu 53-cü ilə qədər davam edir. Yəni məktəbdə bilirsiniz, müəllimlərin əksəriyyəti olmadığından və məktəbdə 7 illik təhsil verirdi. Və 7-ci sinifi ali qiymət, yaxşı qiymətlərlə bitirən savadlı şagirdləri elə məktəbdə müəllim kimi saxlayırlar. Elə mənim anam da 7 illik təhsil aldıqdan sonra 1-ci siniflərə, ibtidai siniflərə başlayıb dərs deməyə. Yəni bu hardasa 1-2 il davam eləyibdi və müharibə qutarıb həmin ərəfədə, yəni müəllimlər geri qayıdıb və bundan sonra məktəbə 53-cü ildə İbrahim Həsənov direktor təyin olunur. İbrahim Həsənovun məktəbə, onda artıq 8 illik məktəb idi. İbrahim Həsənovun məktəbə direktor təyin olunması Balaməzrə kənd məktəbinin, belə deyək də, tarixində belə ciddi dönüş dövrünün, yəni başlanğıcı kimi qeyd eləmək olar. Yəni çox gözəl təşkilatçı və savadlı bir insan olubdur və 1964-cü ildə nəhayət ki, onun səyləri nəticəsində məktəb 10 illik təhsil məktəbinə çevrilir və kəndə məktəbə Molla Pənah Vaqifin adı verilib. Məktəbin, belə deyək də, belə yüksək göstəriciləri ətraf kəndlərin də əhalisinin diqqətini cəlb edirdi və ətraf kəndlərdən Balaməzrə məktəbinə artıq axın başlamışdı, şagirdlərin axını başlamışdı. Və məktəbin son siniflərini gəlib Balaməzrə məktəbində oxumaq istəyənlər çoxalmışdı. Eyni zamanda ətraf kəndlərdən savadlı müəllimlərin də məktəbə cəlb olunması prosesi gedirdi. Ancaq burada bir problem var idi ki, həmin şagirdlərin öz kəndlərinə gedib gəlməsi, müəllimlərin öz evlərinə gedib gəlməsi, bu biraz onlar üçün çətinlik yaradırdı. Və buna görə də 70-ci illərin axırlarında məktəbdə 2 mərtəbəli, 4 bloklu, belə deyək də, internat binası tikildi. Və orada həm şagirdlər qala bilərdi, yəni qıraq kəndlərdən gələn şagirdlər həmin
internatda qalırdılar, həm də ki, başqa yerlərdən gələn müəllimlər, yəni o qış aylarında, yəni soyuq hava olan vaxtlar öz kəndlərinə gedə bilməyəndə gəlib həmin internatda qala bilirdilər və hər cür şərait yaradılmışdı onlar üçün. Müəllimləri doğrusu mən heç birini bir-birindən fərqləndirə bilmirəm. Doğrudan da müəllimlər hamısı belə deyək də çox savadlı, bilikli müəllimlər idi. Yəni belə deyək, riyaziyyat üzrə elə Cəmşid Xəlilovun özü fizika riyaziyyat üzrə, sonra Ənvər müəllim var idi fizika, yəni mənə ilk fizika dərsi keçən müəllim, ibtidai sinif müəllimləri olubdu. Qəhrəman Qurbanov, yəni Şamov müəllim olubdu. Coğrafiya müəllimimiz, yəni Bakir Musayev, yəni gözəl müəllim idi. Tarix müəllimlərimiz Hüseyin Vəliyev, Musa Hümbətov, rus dilini belə deyək də bizə çox mükəmməl, doğrudan da mükəmməl öyrədib Zinaida müəllimə, Zinaida Tatarintseva, yəni o rus idi, ancaq bizim kəndə belə deyək də ailə qurmuşdu bizim kənddə. Rus dili dərsi keçirdi. Sonra İngilis dili müəllimimiz Bahadur Abdullayevi qeyd eləmək istəyirəm. Doğrudan da çox gözəl müəllim idi. Mən burada bilirsiniz, hamısının adını sadalamaq mümkün deyil. Doğrudan da müəllimlərimizin hamısı gözəl müəllimlər idi. Kəndin məzunlarından bilirsiniz, yadıma düşənlərdən deyə bilərəm. Yəni bilirəm ki, Telman Abbasov Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində əvvəl şöbə müdürü, sonra nazir müavini vəzifəsində işləyibdi. Sonra Sabir Rüstəmov Şərabçılıq Komitəsində, səhv eləmirəmsə, hansısa zavodun direktoru vəzifəsində işləyibdi. Bundan başqa Daxili İşlər Nazirliyi orqanlarında, yəni polkovnik rütbəsinə qədər yüksələn, hətta Özbəkistan Daxili İşlər Nazirliyində yüksək vəzifəyə qədər, yüksək belə mərtəbəyə qədər yüksəlibdi. Hüseyin Cahangirov qeyd edə bilərəm. Sonra Nizami Hacıyev Qazaxıstanda, Qaraqanda vilayətində yol polisi idarəsinin rəisi vəzifəsinə qədər yüksəlibdi. Sonra professorlar var, yəni Salman Novruzov. Deməli, bizim Balaməzrə məktəbində belə bir hardasa 70-ci illərin ortalarından belə bir prinsip tətbiq olundu. Deməli, aşağı siniflər üçün gün uzadılmış qruplar yaradıldı. Yəni, belə deyək də, gündə 4 dərs keçir o uşaqlar. Ondan sonra onlara yemək verilir. Yəni, onlar qida ilə təmin olunurdu. Ondan sonra hardasa 1-2 saat dərsdən əlavə qalıb, yəni, o müxtəlif fənlər üzrə yenidən müəllimlər məşğul olurdular onlarla. Düzdür, indi mən həmin dövrdə bilmirəm, məktəbdə onların, müəllimlərin təhsil haqqı, belə deyək də, zəhmət haqqı necə ödənilirdi, ödənilmirdi, yəni o barədə məlumatım yoxdur. Ancaq yuxarı sinif şagirdləri üçün kim istəyirsə, bu da əsasən belə olurdu ki, şagirdlərin yenə də o dediyim o qəbul faizinə görə, hardasa sinifdə olan şagirdlərin bir 70-80%-i deməli ki, yuxarı sinif şagirdləri gedirdi evə, yəni 1 saat dincələndən sonra, yemək yeyəndən sonra təzədən məktəbə qayıdırdıq. Və müəllimlərimiz əsasən, yəni bu fizika, riyaziyyat, belə dəqiq elmlər üzrə olurdu. Müəllimlərimiz bizə yenidən dərs keçirdilər. Yəni, belə deyək, dərs proqramındakı dərslər yox, tutaq ki, məsələ həllir, başa düşmədiyimiz, belə deyək də, məsələlərlə bağlı suallar, yəni onların izah olunması və hardasa 2 saata qədər biz məktəbdə yenidən məşğul olurduq. Yəni, demək olar ki, səhər saat
belə deyim də, səhər saat 9-da məktəbə gəlirdik, bir də axşam saat 5-də, 6-da məktəbdən evə qayıdırdıq. Məktəbin radio qovşağında hər həftənin sonunda deməli, belə deyək də, lineyka deyirdik, lineyka keçirilirdi. Hər məktəbin sonunda, həftə ərzində, hər həftənin sonunda, həftə ərzində şagirdlərin, belə deyək də, ən yaxşı göstəriciləri, bir də ən pis göstəriciləri radio ilə elan olunurdu. Və o radionun səsi də böyük reproduktor idi, bütün kəndə yayılırdı. Və hətta valideynlər də gəlirdilər, o məktəbin ətrafında, belə lineykanın ətrafında dayanırdılar. Hamı həyəcanla gözləyirdi ki, uşağının nəticəsi bu il necə olubdur. Bu həftə hansı nəticəni göstərir. Əvvəl, belə deyək də, həftə üzrə ən yüksək göstəricilər göstərən uşaqları çağırırdılar. Yəni, həmin o, belə deyək də, o lineykanın qarşısına onlara təşəkkür edirdilər, sağ ol deyirdilər. Ondan sonra ən pis göstəricilər, 2 alanlar, yəni çağırırdılar ora, sonra deyirdilər ki, ayıb olsun, belə olmaz. İndi bilmirəm, bu pedaqoji cəhətdən bəlkə də, nə bilim, nə dərəcədə düzü idi, ancaq onun təsiri olurdu. Yəni, heç kim istəmirdi ki, yəni şagirdlər özləri də çalışırdılar ki, yəni, belə deyək də, dərsə gedəndə həmişə fikirləşirdik ki, yəni bunun həftənin axırı var. 6-cı gün lineyka olacaqdı. Orada birdən mənim adımı çəkərlər ki, bu, belə deyək də, yaxşı göstərici göstərməyib, 2 alıbdır. Təsəvvür edin ki, 2 alanlar, hansısa fəndən 2 alan uşaq. Yəni, 2 almaq olmazdı. O 2 alan da haradasa, tutaq ki, bütün məktəb üzrə belə deyək də, bir 10 nəfər 2 alırdı. Müxtəlif fənlərdən təsəvvür edin ki, bir o qədər şagirdin içərisində. Təkcə, indi deyim sizə, 80-ci illərdə artıq, indi bayaq dedim, 27-ci ildə məktəb açılanda orada 100 nəfər, ümumi 100 nəfər şagird təhsil alırdı. 80-ci illərdə artıq, belə deyək də, 87-88-ci ilin buraxılışı ilə 100 nəfər oldu Balaməzrə məktəbində.